Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizinlə gördüyünüz kimi conjunctions bölməsini müzakirə etmək istəyirəm. Hansı ki, çox şagirdin yaralı yerdir. İndi gəlin baxaq ilk olaraq conjunction bölməsində nəyə? Conjunctionda ilk yadda saxlayırsınız ki, uşaqlar, birinci olaraq tərcümə eləməlisiniz. Tərcümə önəmli. Tərcümə söz bazamız zəifdirsə, bu bölmədə tam bal almanız və yaxud da doğru yazmanız biraz çətin məsələdir. Bəxtiniz nədə gətirə bilər? Soy duay, nayza duay. Bunlarda xəbərin hər təkliyini, cəmliyinə baxsaz, yəni bəzən tərcümə olunmaya bilər, ehtiyac olmaya bilər, amma ki, əksər hallarda 90% hallarda bizə tərcümə lazımdır. Ona görə tələsmədən diqqətli tam şəkildə siz incələyirsiniz cümləni, sonra, yəni özünüzdən Amerika kəşf eləmirsiniz, özünüzdən sözlər əlavə eləmirsiniz. Çünki cümlənin ardıcıllığı belə bizim üçün çox önəmlidir. Okay, gəlin həmişə kimi testlərə keçid edək və testə baxa-baxa hansı nüanslara fikir verməliyik, onu mən sizə bildirəcəm. Okay, başlayaq, keçid edək 11-ci suala. You have been to Rome to Madrid, have you? Okay, sən deyir ki, olmusan Romadan Madriddə. Sən həm Romada, həm Madriddə olma ehtimalın nə qədərdir? Mənə elə gəlir ki, sən həm Romada, həm Madriddə olmusan, elə deyilmi? Və yaxud da sən ya Romada, ya da Madriddə. Nəsə, tərcümə ilə elə bir düşünürsünüz ki, tərcümə ilə alınmaya bilər. Baxırsınız, çıxdaşla birinci baxırsınız. Mən qoydum özümü sizin yerinizə. Nayza gördüm, nayza nor olacaq, nını, ona görə deməli, nə edəcəm? Onu çıxacam, çıxdım. Keçirəm, ay və or olacaq, nayza nor, ay, both and ola bilər, nayza norun da r'sı yoxdur, bunlar getdi. İndi sən deyir, həm Madriddə, həm də Romada olmusan, elə deyilmi? Belə də deyə bilərsən, sən həm Madriddə, həm Romada olmusan, elə deyilmi mənasını ikisini də işlədə bilərsən. Nəyə fikir verməlisən? Fikir verməlisən ki, bu disjunctive question'dır və yaxud da uşaqlar buna tag question da deyirlər. İki adı var bu qaydanın. Ayrıcı sual yox. Bu nə gedir? Ayrıcı sual deyil, amma bizim dildə onun tərcüməsini unutdum. Deməli, burada bu hissə yəni elə deyilmi deməkdir. Elə deyilmi mənasında sən analiz edirsən ki, bu təsdiqdir. Deməli, bu tərəf olmalıdır inkar. Yaxşı. Yəni, both and olması üçün sənin burada nəyin yazılmalıydı? Haven't been yazılmalıydı. Yaxşı. Haven't you olmalıydı yəni. Ona görə bunu çıxacaqsan both and-i, cümlənin olacaq doğru variantın olacaq D variantı. Səbəb nədir? Sənin bu cümlən inkar olmalıdır və inkarda olan yeganə variantında nayza nordur. Buna baxırsan. 12-ci sualda they settled in the village in the forest diyəcək. Eyni məntiqdə ona görə ikinci dəfə yazmışam. Yenə unutmadan deyirəm ki, kimin yəni bazası var, təkrar məqsədi ilə bu videoya baxırsa, deməyə ehtiyac yoxdur. Videonu saxla, özün doğru tap və mənim izahımla yoxla və sonda nəticənin necə olduğunu şərhlərə yazmağı unutma. By the way, videonu indidən hələ ki like eləməmisinizsə like etməyi, həmçinin fikirlərinizi paylaşmağı və ümumiyyətlə kanalımızı izləməyi unutmayın, abunə olmağı unutmayın. 12-də deməli, they settled. Burada nəyə baxıram? Yəni, bax, vergü ilə cümləm ayrıldı və belə bir cümlə başladı. Görürəm ki, bu nədir? Bu təsdiqdir. Elə deyilmi mənasındadır yenə, düzdür? Deməli, əvvəli yenə inkar olmalıdır, inkar bağlayıcısı olmalıdır. İndi baxaq. Bu məntiqlə onsuz eyni olacaq, nayza nor olacaq. Əsas nəyə fikir verirsiniz uşaqlar? Nayza nor olacaq. Ayza or olacaq, nayza nor olacaqdır. Bunlar getdi. Yenə sən gördüyün kimi eyni məntiqlə cümlən inkar olmalıdır deyə sən burada nayza noru götürə bilərsən. Elə odur cavab. Okay, keçirəm növbəti suala. Növbəti sual 23-cü sualdır. 23-də take your umbrella, it will rain soon. Burada artıq bizə nə lazımdır? Burada bizə tərcümə lazımdır. Tərcümədən əlavə, gəlin sizə bunun triklərini öyrədim. Birinci, fikir verirsiniz nəyə? Sinonim bağlayıcıları əzbərləyirsiniz. Zo'dur, even zo'dur, sonra also-dur. Bunlar misal üçün sinonimdirlər. Yəni sən bunları gördün, bunlar sinonimdir. But sinonimdir. Bunlar getdi. But'ın digərlərindən fərqləndirən cəhəti bir dənə odur ki, but cümlənin birinci sözü ola bilməz uşaqlar. But cümlənin ortasında olmalıdır. Hansı ki, burada ortasındadır deyə mən onu da çıxıram. Həmçinin however da onun sinonimidir. 4 dənə sinonimi nə edirsən, yadda saxlayırsan, imtahanda çox ehtimal ki, bu tipdə sual düşə bilər ki, düşəcəkdən fikir verirsiniz, tərcümə də edirsən. Take your umbrella, it will rain soon. Yəni, çətirini götür, çünki yağış yağacaq. Yağış yağacaq mənasında götürəcəksən D variantını. Okay. 24-cü suala baxıram, 24-də.
Let's have a weekend in the country, the weather get better. Okay. Burada müəllimə nə öyrətmişdi? Sinonimləri çıxırsan, sinonimləri çıxsan, və onu çıxıram sinonimdir, but-dır, also-dur. Çıxdınmı bunu? Keçirəm tərcüməyə. Tərcüməyə keçirəm. Let's have a weekend. Gəl deyir ki, həftə sonunu keçirdək. Şəhər mənası, rayon mənasında işlənəcək burada country. Əgər hava yaxşı olsa, əks halda hava yaxşı olsa, tərcümə ilə uzlaşmır deyə mən onu götürməyəcəm. Görsən çıxdaşla 3 dənəsini çıxdın, yenə qalırsan tərcümədə. Yenə müəllimə dediyi kimi nə etməlisən? Tərcüməni bilməlisən. Yaxşı. Keçirik növbətiyə. 25 və 26-cı suallar. Hansılar ki, yəni səhər tez bir şəkildə bunları çəkib istədim ki, sizlə müzakirə edeyim. Çünki səhərdən elə eynilərdəyəm. İndi vaxt oldu deyə izah edə bildim. Amma mən 9-larım üçün ən narahat olduğum şey odur ki, 11-lərdən daha rahat olurmu? Olur. Amma 1-2 sual, hətta deyərdim 11-lərdən çətin düşür. Nə məntiqdir bu, bilmirəm. Amma hər il bir dənə göz mıncığı və yaxud da 2 dənə göz mıncığı sual düşür. Ona görə diqqətli olursunuz. Passive voice bölməsində passive voice-un izahını paylaşmışam. Mütləq şəkildə ona baxırsınız Eylerin kanalında. Orada başdan ayağa nələrə fikir verilməlidir, necə suallar düşür. Ona aid səhv eləmirəmsə, testdə izah eləmişəm, səhv etmirəmsə ya da qayda izah eləmişəm. Əsas məsələ qaydasına baxıb, sonra əgər izah eləməmişəmsə də onun dimdəki testlərinə baxın, bir gözdən keçirdin. Çünki passive voice-da asan mövzuları yox, son 2-3-cü bölmələri ki var ha. Sual cümləsini dəyiş və yaxud da cavabları ona uyğunlaşdır. Hansı cümlələrimiz passive voice-dadır və yaxud da deyil və yaxud da çevrilə bilməz. Onlara bir nəzərdən keçir deyərdim. Sonra mənimlə çox sağ ol deyərsən. Ona görə sözümə qulaq asın. İzahını da eləmişəm deyə təzədən təkrarlamaq istəmirəm eyni şeyləri. Özünüz də bilirsiniz. Daha görürəm, gözləyirəm də. Bir dənə conjunction qalmışdı. Conjunction'da izah elədim. Görüm indi bundan sonra baxım, yəni şagirdlərin sözü olacaqmı ki, mənimlə filan şeydə gəlsin, filan şeydə gəlsin. Düşünürəm ki, yəni izah olunacaq. Bundan sonra artıq mövzu izahlarına daha çox stop verməyə düşünürəm. Çünki əksəriyyətin izahları paylaşılıb. Vaxt olduqca müəyyən mövzular üzrə testlər izah edərək sizdən istəyirəm ki, həm təkrar etmiş olaq, həm də biliyimizi yoxlamalı olaq. Yaxşı. 25-ci sualda yenə düzgün variantı istəyir. As-lə because dəyərli şagird yadda saxla sinonimdir. Zo-ilə also sinonimdir. Yəni məntiqi olaraq ya variantın 1-3-dür ya 2-4-dür. Yaxşı. İndi 1-3 ya 2-4 olmayan variantları çıxıram. 1-3, 2-4. Bax bunları çıxdın. Qaldın 2 variant arasında. Aha, burada sənə artıq tərcümə lazımdır. The children stayed at home. It was raining. Yağış deyir, yağırdı. Uşaqlar evdə qaldılar. Yağış yağdığına görə uşaqlar evdə qaldılar. Çünki yağış yağırdı mənasında da işlədə bilərsən. Because-dan əzində çünki görə mənası var. Ona görə olacaq D variantı. So also baxmayaraq ki deməkdir. Baxmayaraq ki mənasında, yəni cümlədə bir təzad var, yəni. Təzad olduğu üçün də o halda yəni onu götürə bilərsən. Burada heç bir qırğın qiyamət yoxdur. Sadəcə deyir ki, yağış yağırdı. Ona görə şagirdlər deyirəmiş, beynim gedib uşaqlar. Şagirdlər, ancaq şagirdlər. Müəllimimizin bu 5-6 ayda düşündüyü şey ancaq şagirdlərdir. Uşaqlar deyir evdə qaldılar. Okay. 26-da. We were late for the lesson. We hadn't caught the bus. Okay. Biz dərsə deyir gecikdik. Eyni məntiq. Ya 1-3-dür, ya 2-4-dür. Bunları çıxıram. Çıxdım. Okay. Biz deyir dərsə deyir gecikdik. Çünki avtobusa çata bilməmişdik. Okay. O səbəbdən yenə çünki mənasında 1-i götürəcəksən və 3-ü götürəcəksən. Olacaq variantın Y variantı. Məncə bu hissə bitdi. Baxaq. Okay, bitdi. Keçirəm növbətiyə. Növbəti sual 62-63. Okay. 62 və 63-cü sualda baxırıq ki, Mr. Brown's speech was long, nobody lost interest. Burada tərcümə lazımdır. Tərcümə lazımdırsa da gəlin tərcümə edək. Çünki baxıram ki, variantlarda çıxdaşlıq heç nə yoxdur. Nə əzin sinonimi, because yoxdur, nə zonun sinonimləri yoxdur. If-lə whether sözü əslində sinonimdir. Bunları çıxırsan, bunun sinonimləri çıxdın. Mr. Brown'un nitqi deyir, uzun idi. Heç kim deyir, heç kim diqqətini itirmədi. Deməli, onun nitqinin uzun olmasına baxmayaraq, heç kim ona, yəni ona olan diqqətini itirməyib. Yəni, diqqəti onda olub. O mənada sən tərcüməyə əsasən götürəcəksən B variantını. Səbəb nədir? Səbəb odur ki, burada təzad var. Baxmayaraq ki, uzundur, amma ki, marağını heç kim itirməyib. Yaxşı. 63-də baxacaqsan, tilin mənasını bilməyənlər nəymiş? Kimi deməkdir? Kimi mənasını verir.
Sonra Nick is young, he knows. Burada tərcümədir. Burada yenə müəlliməm öyrətdi mənə if-lə və sinonimdir. Bunları çıxacaqsan. Nick deyir cavandır. O deyir balaca robotun necə düzəldiyini bilir. Baxmayaraq ki, Nick cavandır, o necə düzəldiyini bilir deyirsənsə, baxmayaraq ki mənasına götürəcəksən A variantını. Nə kimi, nə də belə ki mənasında sən onu işlədə bilmərsən. Əksər hallarda bu arada onu da deyim. So, bu düzü cavab deyil, elə belə dair elədim so sözünü. So daha çox bir hərəkət baş verir, ondan sonra bir cümlə olur, ondan sonra mən sonunu işlədirəm, ona diqqət edirsiniz. Okay. Keçirəm 64-dən. 64-cü sualda. I stayed at home, I was expecting the guests to come. Okay, müəlliməm öyrədib mənə with ilə if sinonimdir, however ilə though sinonimdir. Çıxdım bunlar, heç tərcüməyə ehtiyac qalmadı. Oldu variantın D variantı. Gəlin baxaq görək müəlliməm düz deyirmi, bəlkə səhv deyir. Onsuz biraz azcana yorğundur, ola bilər qarışdırım. Deyir ki, mən evdə deyir qaldım. I was expecting, mən deyir, çünki evdə qonaq gözləyirdim gəlsin. Okay, düzdür. Yəni çünki mənasını işlədə bilərsən. Okay, 65-ci suala baxırıq uşaqlar. It will be better for you not to use your car. Yəni yaxşı olar ki, sən deyir maşınını sürməyəsən. Yəni gələcəkdədir ki, məsləhətdir ki, sürməyəsən. Məsləhət belədirsə, deməli burada bir şey baş verib. Çünki deyir nədir? Benzin deyir getdikcə daha da bahalaşacaq. Yəni bahalaşan vaxtı, əgər bahalaşsa və yaxud da bahalaşan vaxtda bahalaşarkən yaxşıdır ki, sən maşın istifadə eləməyəsən, sürməyəsən. Ona görə götürəcəksən 1-dən 3-ü. 2, 4 onsuz bir-birinə sinonimidir. Yəni 2 ancaq uşaqlar 4-lə işlənə bilər. Başqa heç bir şeylə işlənə bilməz. Ona görə bunları çıxacaqsan, qalacaqsan yenə 2 variant arasında və burada sənə nə lazımdır? Lazımdır sənə tərcümə. Yaxşı? Bu belə. Keçirəm. Deyəsən, son 4 sual qaldı. Səhv eləmirəmsə. Okay, bunu dedik. 78-ci sual. Aha. 78-də The teacher is in the library in the classroom. Okay, biz bilirik ki, Ayza ilə nor olmaz, or olur. Nayza ilə nor olur, getdi. Not only but also either or both and. Bunlar structural olaraq doğrudur, amma ki tərcümə ilə. Müəllim deyir ki, yazıq müəllim eyni anda düzdür. Mənlə hər yerdədir müəllimin fikri, amma ki belə insan olaraq, məfhum olaraq, yəni eyni yerdə ola bilməzlər, eyni anda. Həm kitabxanada, həm classroomda, yəni sinif otağında ola bilməz. Nəinki kitabxanada, həmçinin classroomda ola bilməz. Ya kitabxanadadır, ya da sinif otağındadır. Bəli, bu da doğrudur, tərcümədir yəni. 79-a baxıram. 79-da bilə bilməyəcəyimiz sözlər nə ola bilər? Unless uşaqlar yadda saxlayın, if not deməkdir. Yəni if not nə deməkdir? Yəni əgər olmasa deməkdir. Yəni if not deyil ha belə bir şey. Yəni if olan cümlə inkarda olmalıdır. Həmişə belə qısa structure olaraq yazıram uşaqlara ki, yaddan çıxmasın. In some nations the favorite beverage is coffee. Yəni bəzi millətlərdə sevimli içki növü kofe olduğu halda olarkən digərlərində çaydır. Bəli, burada əgərlilik bir şey yoxdur. Since bəri mənasında işlədə bilmərsən. Çünki mənasında işlənə bilir, bəzən o da olmayacaq. Çünki mənasında bunu da işlətmərsən, belə ki də olmayacaq. Filan yerdə demişkən, bəzi millətlərdə kofe olarkən digərlərində çaydır. Yəni buna konkret tərcümə lazımdır. Yəni buna əlavə qrammatikal bir izah lazım deyildir deyə qalxıram 80-ci suala. Son neçə sualımız qalıb? 3 sualımız uşaqlar. 80-ci sualda Monday's holiday fikir verirsən burada nəyə? We don't have to go to work. Bizim getməyə deyir ehtiyacımız yoxdur. Deməli, deyir ki, birinci gün bayram günü olduğuna görə bizim işə getməyə ehtiyacımız yoxdur. Görə mənasında və da mənası nədir? Mumi deməkdir. Olmaz. Getdi. Halbuki mənasında o da olmaz. Təzaddır bu daha çox. Onda çıxacaqsan. Halbuki birinci gün bayram günüdür. Xeyr. Baxmayaraq ki, birinci gün bayram günüdür, onda deyərdin ki, biz işləyirik. Yəni, yoxdur belə bir şey, təzad yoxdur, getdi. Belə ki, birinci gün bu olmayacaq uşaqlar. Bu nəyə görə olmayacaq, bunu sizə izah edəcəm. Görə mənasında bəli, sinsi götürəcəksən. Sins yeni proqrama əlavə olunub nə mənasında? Biz yəni bilirdik ki, sinsin bəri mənası var. Həmçinin də
Nə mənası var? Görə mənasında da biz onu işlədə bilərik. Yəni yeni proqrama əlavə olmuş mövzudur. Yeni əlavə olunsa da, yəni dimin testlərində var idi onsuz. Biz onu bilirdik, öyrənmişdik uşaqlarla. Nəyə görə D variantı olmaz? Bəli, sən düşünə bilərsən ki, müəlliməm, birinci gün bayram günüdür. Belə ki, biz işə getmirik. Bax, sən necə deyirsən? Birinci gün iş günüdür. Belə ki, sözünü gətirirsən, qoyursan bura. Nəsə də tutuzdura bilmədim bu hissəyə, yəni. Sən tərcümən əsasən bunu düz götürmürsən. Yəni, sozət üçün, so üçün qayda nədir? Birinci sənin bir hadisən baş verməlidir, yəni nəticə bağlayıcısıdır da. Sonra sənin ikinci cümlən başlamalıdır. O səbəbdən D variantını götürməyəcəksən. Yəni, ən biraz qarışıq suallardan biri bu olacaq sizin üçün. Ona görə dedim ki, ətraflı bunu sizə izah edim. 81-ci sualda I turned off the TV, my roommate could study in quiet. Mən nə etdim? Televizoru söndürdüm. Lap variantda çıxdaşla tapsam, batla olsa sinonimdir. Bunları çıxacağam. Qalanlarında dayanacağam. My roommate could study in quiet. Belə ki, deyir, mənim otaq yoldaşım sakit yerdə, sakitlikdə dərs oxuya bilərdi. Belə ki, mənasına mən tərcüməyə əsasən A-nı götürəcəm. Bu, eyni dediyim məsələ gəldi, özünü tapdı uşaqlar. Görürsünüz ki, burada nədir? Söz etkincə bu cümlə bir şey baş verir, ondan sonra olacaqdırsa yaza bilərsən. Baş verdi, mən söndürdüm və bu hissədə artıq sən söz əti yazmış olacaqsan. Yaxşı, keçirik. Bu bizim sonuncu sualımızdır uşaqlar. 82-ci suala baxırıq. Deməli, burada çıxdaş eləyəcəyimiz variantlar hansılardır ona baxaq. Görürsünüz ki, mən demişdim, yenə but sinonimdir, also sinonimdir. Bunları çıxdım. Therefore-nun çünki mənası var. If, əgər, mımi, whereas də halbuki. Deməli, baxırsınız nəyə? Last night storm damaged the power lines. Yəni bu elektrik xəttlərinə deyir, nə edir bu? Keçən gecəki küləkdir, təsir elədi. Yəni ziyan vurdu ona da, nəsə də zərər vurdu. Zərər dəydi. Və tərcümə olaraq da baxırsan ki, şəhər nə olub deyir? İşıqsız qalıblar. Without electricity işıqsız qalıblar. Deməli, nəticə olaraq bir şey baş verib. Və nəticə mənasında halbuki deyə bilmərsən, əgər mənasını deyə bilmərsən, nəticə olaraq therefore sözünü yaza bilərsən. Belə ki, yəni sən bundan belə bir qayda çıxart ki, deməli, bir so-dur, belə ki, therefore da bəzən yaza bilirsən, burada götürdüyümüz variant kimi. Sonra nə yaza bilərik uşaqlar? Sonra that's why bağlayıcısını da yaza bilərsən ki, bunlar nədir? Bunlar sənin sinonimlərindir. Sonra but nə idi? İnşallah ki, düşər yazdığım, hə, düşür. Deməli, öyrəndik ki, so, therefore, that's why bunlar yəni sinonim kimi götürülə bilərlər. Həmçinin siz bunu essedə də istifadə eləməlisiniz. Eləyə bilərsiniz deyəcəkdim, dəyişdim. Təbii ki, eləməlisiniz. Yəni, tam bal almaq istəyirsinizsə, hansı ki, meyarlarda da, istər 9-larda, istər də 11-lərdə yəni, tələb olunur ki, tam bal üçün düzgün şəkildə bağlayıcıların işlənməyi lazımdır. Bir nüansı yadımdan çıxmamışdı uşaqlar, o yadınızda da çıxmasın. Bir yeri böyüdüm bəlkə mən ki, qəşəng düşsün. Nəysə, bu hissədə bir şeylər. Yadda saxlayın ki, uşaqlar, misal üçün, mən bayaq nə dedim? Lakin mənasında though, although, even though, but, however. Bunlar sinonimdir. Bunlardan sonra cümlə gəlir. Bir də görərsiniz ki, sizə nə düşər? Misal üçün, çox uşaqlar qarışdırır. Söz harda gəlir, söz birləşməsi ilə söz harda gəlir, cümlə harda gəlir. Əksəriyyətindən sonra uşaqlar onsuz cümlə gəlir. Sən söz birləşmə ilə olanları əzbərlə, digərləri okeydir. Bunlarda nədir? Bir püf nöqtəsi odur ki, oflu birləşmələrdən yazaq. Yəni, söz önü varsa, misal üçün, in spite of-dur və despite-dır. Bir dənə istisna despite-dır ki, özündən sonra of gəlməz, Amma özündən sonra cümlə də gəlməz. Of gəlməməyinə baxmayaraq, sən özündən sonra cümlə işlətmirsən, söz birləşməsi işlədəcəksən. Sonra başqa nələr var? Misal üçün, deyə bilərəm ki, in order to. Bunun mən rəngini dəyişmək istəyirəm ki, sizin fikriniz yayınmasın. Mənalar fərqləri var çünki. Bir də yazıram, misal üçün, in order to yerinə, mənasında. Sonra nə yaza bilərəm? Due to sözünü görə mənasında və yaxud da yaza bilərəm because of. Yaxşı. Bunlardan sonra uşaqlar cümlə gəlir. Sadəcə bunlar ikisi sinonimdir. Belə yadda saxlayın.
Mənası nədir? Baxmayaraq ki deməkdir, amma za, ozo, even zonun yerinə sən bunları işlədə bilmərsən. Yəni elə cümlə verər ki, 4 variant verər. In spite of, despite, ozo, even zo və özündən sonra nöqtədən sonra da cümlə verər. Cümlə verəcəksə sən in spite və despite olan variantları çıxacaqsan ki, çünki qayda nə idi? Bunlardan sonra cümlə gəlməz, söz və söz birləşməsi gələcək. Yaxşımı? Belə ümumi bağlacılarla bağlı hər şeyi sizə izah elədim. Əsas nələrə fikir verməlisiniz, esselərdə də yazılmalı olduğunu qeyd elədim. Sizə nə düşən nə olacaq? Bunları yaxşı təkrarlamaq, tərcüməyə fikir vermək və cümlədəki bağlacının yerinə fikir vermək. Yaxşımı? Hər birinizə, xüsusilə bu ümumiyyətlə bütün şagirdlərimə, yəni özəl bir videodur. Sadəcə bu aprel ərəfəsində düşünürəm ki, bu 9-lar üçün daha special olduğu üçün düşündüm ki, ən düzgün və it's right time that I have to explain it. Ona görə də sizə qalan nə olacaq? Bu dediklərimi əməl etmək və videonu like edib ətrafınızdakilərlə bölüşməyi unutmursunuz. Yay qruplarıma qeydiyyatdan keçməyi unutmursunuz. Hansı ki, həm onlayn, həm də əyani şəkildə mən bunu bütün şagirdlərə tövsiyə eləyirəm. Hansınızda hansı uyğundursa, bu dəyərli qaydaların izahını müəyyən dəqiq vaxtlarda və saatlarda qoşulmağınız və baxmağınız çox tövsiyə olunur. Çünki biz bunu hər dərs eləyə bilmirik, hər həftə eləyə bilmirik. Yəni bugün belə, bəzi şeyləri təxirə salıb bu günləri sizə bunu izah eləyə bildim ki, imtahanda sizin üçün faydalı olsun. 2 sözüm də var idi. İnşallah ki, hər birinizdə bir daha uğurlar, həyəcanlanmırsınız. Sözlərdə, mətnlərdə olsun, dinləmədə olsun, açar sözlərin altından xətt çəkirsiniz və ən əsası da həyəcanlanmırsınız. Yaxşımı? Wishing you best of luck. Have a good day.